Salam hər kəsə. Bugün sizinlə yoldaşımın, peşəkar baş aşpazın öz restoranında hazırladığı möhtəşəm qarışıq pizza reseptini paylaşacağam. Əgər əsl pizzanın dadını evdə hazırlamaq istəyirsinizsə, videonu sona qədər izləməyi unutmayın. Əvvəlcə xəmiri hazırlayaq. Xəmir üçün bizə lazımdır 1 stəkan ilıq süd, 1 stəkandan bir qədər az ilıq su, yarım stəkan duru yağ, 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu və 1 çay qaşığı maya lazımdır. Bütün ərzaqları qarışdırdıqdan sonra bunu hissə-hissə əlavə edib yumşaq xəmir yoğururuq. Qeyd edim ki, bu reseptlə 2 ədəd böyük pizza alınır. Ələ yapışmayan yumşaq xəmirimiz hazır. Qabın üzərini streçlə bağlayırıq. Üzərindən isə çay dəsmalı ilə örtüb mayalanması üçün kənara qoyuruq. Xəmirimiz mayalanarkən biz də pizzamızın üzəri üçün ləzzətli sous hazırlayaq. Bizə lazımdır 2 xörək qaşığı tomat, 2 xörək qaşığı duru yağ, 4 xörək qaşığı su və 1 baş sarımsaq. Bütün ərzaqları yaxşıca qarışdırıb pizzamız üçün ləzzətli sous hazırdır. Pizzanın üzəri üçün isə videoda gördüyünüz bütün ərzaqlardan istifadə etmişik. Siz də öz zövqünüzə uyğun olaraq istədiyiniz əlavələri seçə bilərsiniz. Videonu çox uzatmamaq üçün bütün ərzaqları əvvəlcədən doğrayıb hazır vəziyyətə gətirdim. Budur, xəmirimiz artıq gözəl şəkildə mayalanıb və istifadəyə hazırdır. Xəmiri 2 hissəyə bölüb pizzanı bişirəcəyimiz qablara yerləşdiririk. Xəmiri qabın ölçüsünə uyğun şəkildə yaxşıca yayırıq. Daha sonra hazırladığımız sousu üzərinə çəkirik və sousun üzərindən bol pendir səpirik. Daha sonra isə bütün ərzaqları ardıcıllıqla pizzanın üzərinə düzürük. Bişirirəm gəl bax sən, ətri dolub hər bir yerdən, pendiri uzanır dadı əla, bu pizza yoxdur bənzər hala. Ay pizza pizza, ləzzət dolu pizza, süfrəmizin ulduzu sevincli pizza, bir dilim ye, bir də al, dadından düşməzsən heç vaxt. Xəmir yumşaq, üstü rəngarəng, hər kəs edir adamı şən. Dostlar yığışın süfrə başına, bugün bayramdı pizza aşına. Ay pizza pizza, ləzzət dolu pizza, süfrəmizin ulduzu sevincli pizza, bir dilim ye, bir də al, dadından düşməzsən heç vaxt. Reyhan pizzaya çox yaraşır və ona xüsusi çox ləzzətli bir dad verir. İstəsəniz qurudulmuş reyhanı sousa da əlavə edə bilərsiniz. Hal-hazırda yay fəsli olduğu üçün mən təzə reyhandan istifadə etdim. Və budur, pizzamız sobadan çıxdı. Yumuşaq, çox ləzzətli və əsl restoran dadında qarışıq pizzamız hazırdır. Ümid edirəm ki, videonu bəyəndiniz. Əgər xoşunuza gəldisə, kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Növbəti reseptdə görüşənədək.